Deməli, mənim istifadəm 6 il olub. İlk öncə yüngül istifadədən başlamışam, nəşədən. Elə oldu ki, dərmanlar, psixotrop maddələr istifadə eləməyə başladım. İlk öncə ekstazi istifadə eləmişəm. Mənə euforiya hissləri bağışladı və mən düşündüm ki, yəni bunlara daha hər gün nail ola bilərəm də, yəni istifadə edərkən daha çox istifadə etməyə başladım və dozalarım artdı. Elə oldu ki, sonra marağım yarandı ki, LSD-yə. LSD preparatı istifadəsinə başladım. Başım getməyə başladı və elə oldu ki, özümü tamamilə itirdim, idarə olunmaz vəziyyətə düşdüm. Çox istifadəyə görə, LSD preparatının istifadəsinə görə, yəni çox pis vəziyyətə düşmüşdüm. İdarə olunmaz vəziyyətə gəldikdə oldu ki, mənim bir yerdə yaşadığım insan var idi. Onunla əylənib gəzirdik və ondan aldığım zövqü elə bilirdim ki, yəni bu gerçəkdir, amma əslində gerçək bir şey deyilmiş. Bunu mən burada öyrəndim. Preparatın nəticəsi çox pis oldu mənim üçün. Elə olurdu ki, mən ayaqyalın düşürdüm şəhərdə, küçələrə, taksi şoferlərinə, digər insanlara, tanımadığım insanlara qeyri-iradi hərəkətlər eləyirdim və başlayırdım söz deməyə. Bilmirdim özüm də nə danışıram, ağzıma gələn hərəkətləri eləyirdim. Mənə insanlar anormal kimi baxırdılar, dəli zənn edirdilər. Düşünürdülər ki, bu insan dəlixanadan qaçıb ya da nəsə belə bir şey. Çox pis bir vəziyyətə gəlib çatmışdım. Bilmirdim nə düşünürəm, nə edirəm, başım çox pis vəziyyətdə idi də. Ağlımdan, qulağıma elə bil ki, sanki nəsə danışır da kimsə, elə bir şey, səslər gəlirdi də. Bilmirdim, ətrafımda olan insanları tanımamağa başladım. Yerlərdə gəzdiyim zaman elə oldu ki, mən piyada, ayaqyalın, ayaqqabısız falansız başladım öz evimdən. Mən şəhərin mərkəzində qalırdım, Nizami tərəfdə. Oradan düz Portpakuya qədər piyada getmişəm, ayaqyalın. Fransa restoranında oturmuşam. Fransa restoranında özümü çox pis vəziyyətdə aparmışam. Və yanımdakı insanlar mənə çox qəribə baxıblar. Sonra polis falan gəlib məni bölməyə aparıblar ki, bu insan həqiqətən də dəlidir. Mənim yanımda yaşadığım insanlar bilmirdi mənə necə köməklik göstərsinlər. Və elə oldu ki, mənim valideynlərim